Bir vətəndaş icra başçısı rəhbərinə çıxa bilmir. Çox çətinliklə çıxır. İndi görüş günləri falan. Müavinlərə çıxmaq çox çətindir. Yerdə qalan kiçik məmurlar hələ bu ayrı məsələ. Deputatların özlərinin nazirliklərlə, qurumlarla münasibətləri necədir? Bu deputatın şəxsi nüfuzuna bağlı münasibətin yaranmasına gətirib çıxarır Fazil bəy. Deyək ki, Fazil Mustafa nüfuzlu bir millət vəkilidir. Digərinin ümumiyyətlə eləsi var ki, heç biz tanımırıq və onlar ümumiyyətlə heç bir nazirə, nazirliyə, digər bir dövlət qurumuna çıxa bilmirlər. Bu da bir problemdir. Bundan bağlı şikayətləri dəfələrlə görmüşük və ümumiyyətlə sanki nazirlər, nazirliklər deputatlarla aralarında bir sərhəd yaradıblar. Bu şəxsi münasibətə və nüfuza əsaslanmadığı təqdirdə artıq hətta deputatları belə demək olar saymırlar, çox kobud səslənsə də. Məncə belə bir tendensiya yoxdur. Nə baxımdan deyirəm? Burada şəxsi nüfuz təbii ki, rol oynayır və kimin məktub yazması, kimin telefon açması öz təsirini göstərir. Çünki bu bütün cəmiyyətlərdə belədir. Amma bu status olaraq deputatın hansısa bir çağırışına, hansısa bir müraciətinə hörmətsiz yanaşan, yaxud da diqqətsiz yanaşan bir məmur tapmaq çox çətin olar. Yəni, çünki hamısı cavab verirlər. Amma problemi həll etmə məsələsində, onun həll olunması məsələsində əslində narahatçılıq var. Çünki sən yazdın, sənə də cavab verirlər ki, bu mümkün deyil. Vətəndaşın problemi həll olunmadı. Vətəndaş növbəti dəfə sənin yanına gəlir. Bizi maraqlandıran kiminsə mənə diqqət göstərməsi deyil. Mənə maraqlandıran odur ki, konkret vətəndaşın problemini həll etsin. Yəni, bu artıq ikinci dəfə vətəndaş dönüb eyni mövzu ilə bağlı deputata müraciət eləməz. Məsələn, məhkəmə proseduru belədir. Məhkəmədə bir məsələ ilə bağlı qərar çıxarılıbsa, həmən məsələ ilə bağlı artıq ikinci dəfə məhkəməyə müraciət eləyə bilməzsən. O qərar çıxarılmayacaq. Ondan törəyən başqa məsələləri qata bilərsən ora. Amma konkret o məsələdə artıq qərar varsa, o qərar əsas götürülür. Amma bizim müraciətlərə seçici elə baxmır. 10 dəfə də gələcəkdir, 15 dəfə də gələcək. Həm də biraz da o siz dediyiniz kimi biraz cəmiyyətdə tanınan insan olanda daha çox öz bölgəndən olan seçicilərin gəlmirlər. Başqa rayonlardan, başqa bölgələr, hətta elə olur ki, rayonlardan məsələn qəbul vaxtını soruşurlar. Mən onlara telefonların da köməkçimə deyirəm, xahiş edirəm, zəng vurur ki, siz gəlməyin, əziyyət çəkməyin. Məsələn, Gədəbəydən durub bura niyə gələsiniz? Yaxud da deyək ki, Bərdədən durub bura, Tərtərdən durub bura niyə gələsiniz ki? Elektron qaydada izah edirik, hansı formada siz yazın, narahat olmayın, biz elektron məktubunuzu da alırıq və onu da lazımi səviyyədə dəyərləndiririk, göndəririk və ondan da o da hüquqi sənəd sayılır. Heç bir narahatçılıq olmaz. Onlar ona güvənmirlər bəzən ki, elektron qaydada göndərsəm itibata düşəcək, düşməyəcək. Yəni, bunlar hamısı bir gerçəklik.